5-ci sinif lisey qəbul sualına baxaq. Cəmləri 98 olan 2 ədəddən böyük olanı kiçiyə böldükdən nasımam qismət 3, qalıq 6 alınır. Bu ədədlərin fərqi neçə olar? Cəmləri 98-dir. Yəni A üstəgəl B bərabər 98 yazırıq. Birini digərinə bölüb hansı böyük, hansı kiçikdir bilmirik. Bölüb, natamam qismətdə 3 alıb, qalıqda isə 6 alıb. Ədədlərin fərqini istəyir. Bu qalıqlı bölmə əməlindən biz bölünəni tapa bilərik. Bölünən nəyə bərabər olacaq? A bərabərdir, bölən vurulsun natamam qismət, yəni 3 vurulsun B, üstə gəlinsin 6. Və aldığım bu A-nı gətirib burada yerinə qoyaraq həll edə bilərəm. A-nın əvəzinə 3B üstə gəl 6 yazıram, üstə gəlinsin B bərabərdir 98. 3B-nin üstünə B gələndə 4B verir, üstə gəl 6 bərabərdir 98. Bu 6-ın keçirik 98-in yanına, olur 4B bərabərdir 92. B də burada nəyə bərabərdir? 92 bölünsün 4. Bizə verir 23. B-nin qiymətini 23 aldıqdan sonra gətirib burada yerinə qoyub A-nı tapa bilərəm. A bərabərdir 3 vurulsun 23, üstə gəlsin 6. 3 23 oranında 69, üstünə də 6 gəlsəm edir 75. A-nı 75 tapdıq, B-ni də 23. Fərqini istəyir. 75 çıxılsın 23 bərabər 52. Doğru cavab D variantı.